Əyləşin, əyləşin. Uşaqlar, heç bilirsiniz nə olub? Elə bir hadisə baş verib ki, mən onun əhəmiyyətini layiqincə qiymətləndirməyə söz tapmıram. Bugün bizim hamımızın ən xoşbaxt günüdür. Böyük tarixi gündür. Stalingradda Almanları darmadağın eləyiblər. Gözünüz aydın, ura! Uşaqlar, mən gedim direktordan xahiş edeyim, sizi dərsdən azad eləsinlər. Axı bugün böyük bayramdır. Silin onu. Atovuz istəyir ki, hamımız acından köpüb öləsiz. Geç, tez arzusuna çatar. Bu nədir? Bana deyərlər hədiyyə. Bugün sənin günündür, anadan olmuşsan. Nədir bu? Vay, necə qəşəngdir, ay Allah! Neçə vaxt savun üzünə həsrət qalmışdım, hardan tapmışsan? Özüm düzəltmişəm. İyi xoşuma gəlir. Həmin o duxunun iyi düvəyə müharibədən qabaq almışım sənin üçün, ha, yadındadır. Sən də götürüb turladın ki, apteylərdə doludur. Gördün, indi lazım oldu. Dayan, doxu heç, sən də görün bu sabunu necə düzəltmişsin? Fikirləşirdim ki, sənə nə baxışdı. Birdən ağlıma gəldi. Sabunu düzəltməyə nə var ki, boş şeydir. Biraz kaustik soda lazımdır. Biraz əlif, biraz da ondan bundan bəs sabun oldu hazır. Mənim əlimdə sırışmək gibi şeydir bu. Dayan, araya yersən. Bu saat gəlirəm. Sənə nə var Dünyadan xəbəri yoxdur balas. Bugün biz bəlkə də müharibədə qalib gəlmişik. Salam mənə. Qaver xala, bizim cücəmiz sizə gəlməyib ki. Yox oğlum. Cücəmin biri də itdiyə. O nədir? Savun. Həmin savundur ki, mənim ərim düzəldir. Sizin atovuz dünyada ən ağıllı adamdır, alimlərin alimidir. Akşam da sizə yumurta paraşokundan qayğanaq pişirəcək. Bizim cücəmiz sizə gəlməyib. Yox, sənin cücəvi görməmiş. Dayan. Alın. Çox sağ ol. Bunu tutuyorum, tez ol! Ruşullara! Mənə bax, yeri mıxılırsan Ben onu hardan tapım indi? Əşi, burada içində olan yer çağır! Dipçilara, hamam sesi, ruşul! Bunu götür o yana! Mənə bax, mənə biraz əlif lazımdır. Biraz da kalsiyum soda, bir də... Şov qəriblərin adı yadımdan çıxdı. Ala, burada hamısı yazılıb. Elisvara, Lavrovlis. Bunların neyini istən? Sabun pişirəcəyik. Sevili, iki qəli bu safından mənə versin, nə savab iş görərdir? Kim pişirəcək? Bir nəfər var, o söz, amma elə razı deyil. Bizdən razı olmadı. Olar, onun elə arvadı var ki, yumuşaldar onu. Yox, deyirəm, bizdən razı olmadı. Yaxşı da uzatma da, ne deyirəm qulaq al. Lavrovlis var, Doğrudan ha. Razı ol, sevdi. Onda gəldir ki. Yaxşı da, tez ol, gel. Gel. Sevili, gələn var, tez elə, əkil, tez elə görüm. Götür. Daha bu həşəratlardan qorxmursan ki? Yox, daha qorxmuram. Lan balığı. Hə, hər şey hazırdır, başlamaq olar. Hələ pişirmək istəmir. İstəmir? Sındırarım mən onu.
Sındırırım. Qızıl içində üzəcəksən. Hər gün uşaqlar ət yeyəcək. Ət nədir? Tavuk çığırtması. Sizcan, canım sənəsi qoğlum oğlu. Bu zamanda sabun milyon deməkdir. Sən onu bir təhər başa sal, qalanı mənim boynuma. İndi əli üşəyin birini apar gələn, birini də sonra gəlib apararsan. Mən evimdə belə şeylər saxlaya bilmərəm. İşli şahid axtarı bilsələr, 50 ayaqlı gedərəm. Hı? Axşamınız xeyir. Axşamınız xeyir. Bir xəbər var. Dünən məktub almışıq. Yazır ki, sağ-salamatam. Heç nə göndərməyin. Üstəlik pul da göndərib bizə. Deyir, orada cəhvədə xərcləməyə yer yoxdur. Az qalın, az qalın. Hər şey yaxşı olacaq. Əskərlərimizin hamısı qələbə ilə evlərinə qayıdacaqlar. Yaxşı adamsınız. Sizinlə danışandan sonra adamın ürəyi elə rahat olur ki. Namikə görə də minnətdaram sizə, adam eyləmsiz Yox, yox, mən sizə təcrübəli bir pedaqoq kimi deyirəm. Mən bunu heç cür təhsilin filanım olmayıb. Məsələn bundadır ki, indi hər kəs öz məsuliyyətini anlayır. Başa düşür ki, o da dövlətin, Sağ cəmiyyətin... olun. Gecikirəm, bugün ikinci növbədəyəm. Bu nədir belə? Sabun pişirmək üçün lazım olan şeylərdir. Tapmışam hamısını. Mən sabun pişirməyə fikrində deyiləm. Bəs nəyin fikrindəsin sən? Onun fikrindəsən ki, gözün görə-görə balaları acından öldürəsən? Qulaq as mənə, sən başa düşmürsən axı. Sən başa düşmürsən ki, bu saat bütün dünya aclıq keçirir. Azından yarım milyard uşaq acdır. Hamının vəziyyəti ağırdır. Axı nəyə görə sənin uşaqların o birilərindən yaxşı yaşamalıdırlar, hə? Özü də cinayətlə qazanılmış pul hesabına. Yarım milyard olmur, olsun nə bilim nə qədər. Mənim nə işime var? Mən istəyirəm ki, mənim balalarım sağ qalsın. Heç nə olmaz sənin balaları var. Amma böyüyəndə bilsələr ki, onların atası fırıldaqçı olub, utandıqlarından yerə girəcəklər. Amma mən də görsəm ki, onlar da böyüyüb ataları kimi acılacaq, onda da mən girəcəm yerə. Uşağa çörək lazımdır, başa düşürsən? Mən müəllimlik eləyirəm. Sən gəl qazıram. Gecələr yatmıram. Hamısını da ona görə eləyirəm ki, məni cəbhəyə aparmasalar da, xalqa, dövlətə bir xeyrim dəysin. Yatanda da bunu düşünürəm. Of, necə bağrıma basardım onu, necə basardım? Kimi? Həmin o tankı ki, səni basıcıydı. Heyf, mənə deyən lazım idi. Ay axmaq, niyə qoymadın aparsınlar bunu fronta? Mən sabun pişirməyəcəm.